Salam əziz və dəyərli dinləyicilər, mən bugün sizə Hilton Abuşovun test toplusuna Müsibət Fəxrəddin faciəsi haqqında olan testlərin izahını vermiş olacağım. Başlayaq elə 13-cü sualdan. Deyir, Vəzirovun Müsibət Fəxrəddin əsərinə əsasən cədvəldəki yanlış fikirləridir, müəyyən edin yanlışları. Cəhalət tənqid edilir və təbliğ edilir. Tənqid edilir, cəhalət. Doğru fikirdir. Nadanlıq doğru fikirdir. Xəsislik. Xəsislik xeyr. Burada tənqid hədəfi deyil. Təbliğ olunur. Humanizm doğrudur. Yardımsevərlik yox. İdarəçilik yox. Bizdə yanlış fikirləri istədiyi üçün 3, 5 və 6-nı götürürük. Yəni B bəndi. Nəcəf bəy Vəzirovun Müsibət Fəxrəddin faciəsində Rüstəm bəy haqqında yanlış fikirləri bizdən istəyir. Kim haqqında? Rüstəm bəy haqqında. Rüstəm bəyin monoloqunda onun düşüncələri, həyata baxışı, xarakterindəki mühüm cəhətlər üzə çıxır. Doğru fikirdir. O deyir, mən top dağıtmaz Cümşüd bəyin evin viran qoydum. Daha sonra Kərim bəyindir, Kərim xanım, yoxsa Kərim bəyindir. Mənə deyir, təşəxxüs etmədiyi üçün deyir, onun deyir, evini xaraba qoydum. Heydər bəyin deyir, özünü öldürdüm deyir. Daha sonra onun qardaşlarını deyir, sürgün elətdirdim. Günahsız insanları qətlə yetirməyə qəhrəmanlıq sayır. Doğru fikirdir. Öz günahlarını gec də olsa başa düşür. Doğru fikirdir. Mahmudun ölümündən sonra. Rüstəm bəyin faciəsi əslində şəxsi faciə deyil, şəxsi faciədir yazıblar. Şəxsi faciə deyil, ictimai faciədir. Rüstəm bəy və Rüstəm bəy kimi düşünən, Rüstəm bəy kimi hərəkət edən insanların faciəsi idi. Nökərlərini öz övladı kimi sevir. Doğru fikirdir. Müsibət Fəxrəddin əsəri ilə bağlı uyğunluğu müəyyən edin. Yanlış veriblər və bir də doğru fikir veriblər. Dramaturgiyamızda maarifçi qadın surəti bu Gülbahar yox, Səadət xanımı idi. Yanlış fikirdir. Fəxrəddin ölərkən Səadət onun başının üstündə Quran oxuyur. Doğrudur. Fəxrəddini öldürən Vəli qalada axırıncı aldığı yaradan tələf olur. Fəxrəddini öldürən Vəli yox, Əhməd idi. Yanlış fikir. Rüstəm bəy gəlininin pis ağlından, kamalından şikayət edir. Yanlış fikirdir. Çünki o deyirdi ki, gəlinimin ağlına, kamalına, gözəlliyinə bir söz deyə bilmərəm. Mahmuda deyirdi. Amma deyirdi, o düşmən qızıdır və onu aparıb qoymalısan öz evlərinə. Burada bizim qrafikimiz olacaq, bax bu formada. Deməli, belə, belə, belə. 3-ü yanlış, 1-i doğru. Yəni, cavabımız olacaq Y bəndi. Daha sonra 16-ya baxaq. Deyir, Vəzirovun Müsibət Fəxrəddin əsəri ilə bağlı yanlış uyğunluğu müəyyən edin. Səbəb və nəticə. Hörü nənə Fəxrəddinin mövcud hadisədən xəbərdar edir. Nəticədə Şahmargil evi mühasirəyə alırlar. Doğru fikirdir. Məhərrəm Fəxrəddinin cavan və istedadlı olduğunu görür. Fərhadın güllə açmasına mane olur. Doğru fikirdir. Rüstəm bəy mənfur niyyətindən dönmür. İkinci oğlunun ölümünə, yəni Mahmudun ölümünə şahid olur. Doğru fikirdir. Əhməd qisas hissi ilə alışıb yanır. Nəticədə Fəxrəddini öldürür. Bəli, doğru fikirdir. Mahmud bacısına verdiyi sözün üstündə durur, yaralanıb həlak olur. O sözün üstündə dura bilmir. Çünki o söz vermişdi ki, mən Fəxrəddinin ölümünə mane olacağam. Ümumiyyətlə, atasının hərəkətlərinə mane olacağı barədə söz vermişdi. Lakin mane ola bilirmi? Təbii ki, yox. Cavabımız olur Y bəndi. Müsibət Fəxrəddin faciəsində Mahmudun son istəyi nə olur? Mahmudun qan davasına son qoyulması bu Fəxrəddinin idi. Fəxrəddinin son istəyi. Təzə salınmış bağda dəfn edilməsi bu Fəxrəddinin son istəyidir. Fəxrəddinin öldürülməsi xeyr. Mahmud Fəxrəddinin öldürülməsi yox, əksinə yaşamasını istəyirdi. Başının üstündə Quran oxunması bu da onun istəyi deyildi. Gülbaharı incitməməyi, xətrinə dəyməməyi istəyir. Bəli, doğru fikirdir. Deyir, Gülbaharı incitməyin, xətrinə dəyməyin. Uyğunsuzluğu müəyyən edin. Monoloq. Uf, ürəyimə bir dağ çəkərdin, ölənəcən yandıracaq Fəxrəddin. Ürəyimə bir dağ çəkdin, öldürənəcən yandıracaq Fəxrəddin. Bu, Səadətin monoloqudur. Doğru fikirdir. Monoloq. Heyf sənə gözəl şəriət, heyf sənə gözəl İslam ki, biz vəhşi olub qədir qiymətini anlamırıq, qanmırıq. Bu, Fəxrəddinin monoloqu idi. Doğru fikirdir. Dialoq. Belə bağ içində, belə qaranlıqda adam görmək olar, adam tutmaq olar. Bu da dialoq idi. Doğru fikirdir. Hansı ki, gəlmişdilər, belə deyək, belə bağ içində, belə qaranlıqda adam görmək, adam tutmaq olar. Bunlar elə bil Cahangir dostları ilə gəlir ha bağa. İstəyirlər ki, Fəxrəddini öldürsünlər. Bax, o hissədədir. Dialoq. İndi mən bir ağzından süd iyi gələn cavandan qorxacağam. Bu Rüstəm bəyin, bircə saniyə, bu Rüstəm bəyin
Dialoqu yox, monoloq idi. Monoloq idi. Deməli, yanlış cavabımız olacaq D bəndi. Monoloq. Mənim oğlum gərək mənim özümə oxşasın. Bir qeyrət oğul mənə lazım deyil. Bu da Rüstəm bəyin monoloqu idi əsərin başlanğıcında. Deməli, 18-də də cavabımız oldu nə? D bəndi. Daha sonra 19-a baxırıq. Aha, bir də saniyə. 19-a baxırıq. Deyir, Müsibət Fəxrəddin əsərində Fəxrəddinin yarım qalan arzularını kim davam etdirir? Təbii ki, Səadət xanım. Səadət xanım deyir ki, mən yaşayacağam, sənin üçün yaşayacağam, sənin arzuların üçün yaşayacağam, sənin arzularını həyata keçirəcəyəm. 19-da cavabımız oldu A bəndi. 20-yə baxırıq. Venn diaqramına əsasən düzgün fikirləridir müəyyən edin. Hekayət Molla İbrahim Xəlil Kimyagər, Müsibəti Fəxrəddin. Baxaq. Cəhalət kəskin tənqid olunur. Cəhalət kəskin tənqid olunur. Bu hər ikisi üçün ortaq fikirdir. Biri bura yaza bilərik. Yəni bir çıxdı bizim cavablarımızdan. Elə cavabımız qalır 2, 3, 5. Deməli, elə burada bu variantı çıxanda cavabımız qalır əslində. Deməli, ədəbiyyatımızda ilk komediyadır. Ədəbiyyatımızda ilk komediyadır. Bəli. Deməli, Hekayət Molla İbrahim Xəlil Kimyagər ədəbiyyatımızda ilk komediyadır. Doğru fikirdir. Daha sonra əyani göstərmə əsasında yazılıbdır. Hekayət Molla İbrahim Xəlil Kimyagər də dramatik növdədir. Müsibət Fəxrəddin də dramatik növdədir. Bilirik ki, epik əsərlərin əsas göstəricisi təhkiyə, lirik əsərlərin tərənnüm, dramatik əsərlərin isə əsas göstəricisi göstərmə üsulundan istifadədir və doğru fikirdir. Monoloq və dialoqlardan istifadə olunubdur. Bu 4 hər ikisi üçün ortaq fikirdir. Monoloq və dialoqlardan istifadə bir növ dramatik növün göstəricisidir. Ona görə yanlış hesab olunur. 19-cu əsrin 90-cı illərində yazılıbdır. Bəli, Müsibət Fəxrəddin 19-cu əsrin 90-cı illərində yazılmışdı. 21-ə baxırıq. Klasteri tamamlayın. Müsibət Fəxrəddin xalqının maariflənməsini arzulayır. Bəli, doğru fikirdir. Deməli, burada da doğruları qoymalıyıq. Baxaq. Buranı təmizləyək. Yaşadığı mühiti xalqı vəhşi tayfa adlandırır. Vəhşi tayfa adlandırır. Bəli, bu doğru fikirdir. Bircə saniyə. Biri götürürük, doğru fikirdir. Daha sonra o zülmət səltənətində bir nur kimi parlayıb tezdə sönür. O zülmət səltənətində bir nur kimi parlayıb deyir, tezdə sönür. Bəli, doğru fikirdir. Çünki yazıq hələ bir şey eləməmişdi ki, elə təzə gəlmişdi və müəyyən bir arzusuna çatmamış nakam gedir. Ətrafında baş verənlər, eşitdikləri bu gənci məyus edir. Doğru fikirdir. Qara qüvvələrin at oynatdığı mühitdə tək olmadığını anlayır. Xeyr, tək olduğunu anlayır və bunu anladığı üçün də deyir, nə? Tək gül ilə bahar olmaz, deyir. Yəni, tək gül ilə bahar olmaz. Sonda Rüstəm bəyin sadiq nökəri Vəlinin gülləsinə tuş gəlir. Vəlinin yox, kimin? Əhmədin. Daha sonra bu da getdi yanlış. Cavabımız olacaq nə? 1, 2, 3, yəni D bəndi. 22-yə baxırıq. Deməli, aşağıdakı dialoq hansı surətlərin arasında baş verib? Belə işlər sənin işin deyil. Sən get arxayın yat. Əlbəttə gedib yatacam, ancaq buraya gəlməkdə qəsdim səni görüb tapşırmaqdır ki, olmaya bir adam yaralana. Bu birinci nitq birinci Fəxrəddinin dilindən deyilir. Şahmar bəyin dilindən deyilir. İkincisi isə Fəxrəddinin dilindən deyilir. Deməli, Rüstəm, Səadət, Şahmar, Fəxrəddin. Bəli, Şahmar, Fəxrəddin. Cavabımız olur B bəndi. 23-ə baxırıq. 23. Deməlidir, Müsibət Fəxrəddin əsərində Kotan nə bilir, qayış nə çəkir məsələ kimin dilindən verilibdir? Cahangir bəyin. Biz bilirik ki, Cahangir bəylə dostları söhbət eləyəndə ona hətta Cahangir bəy özünü Məcnun adlandırır və orada Məhərrəm bəy başlayır demək ki, zıqqıldamaqdan bir şey çıxmaz, nələrsə eləməlisən. Bir növ məzəmmət eləyir də Cahangir bəy. Cahangir bəy də deyir ki, sən hardan bilirsən mən nə eləmişəm, nə eləməmişəm, əlimdən gələn hər şey eləmişəm. Və deyir, Kotan nə bilir ki, qayış nə çəkir. Müsibət Fəxrəddin faciəsinə əsasən uyğunluğu müəyyən edin. Səadət xanım deyəndə bir padşaha layiq qızdır. Bu, Məhərrəmin dilindəndir.
Belə ki, sən başlamısan, öz evində bayquş uluyacaq. Bunu Mahmud bəy deyir. B bəndi bura yazılır. Mahmud bəy deyir. Hansı ki, Rüstəm bəy ona iki təklif irəli sürmüşdü. Bir demişdi ki, Gülbaharı apar evlərinə qoy. Bir də ikinci təklifi demişdi ki, onda Heydər bəyin evini viran qoy. Və o da heç birisinə razı olmamışdı. Gedəndə də deyir öz-özünə sağ tərəfə, ya da yəni yana baxıb deyirdi ki, belə ki başlamısan, sən elə öz başını yeyəcəksən. Daha doğrusu sən belə başlamısan, öz evində bayquş olacaq. Vəhşi nadanlıqla cəng etmək mümkün deyil. Bunu deyən kim idi? C. Bunu deyən Fəxrəddin idi. Fəxrəddin çünki Rüstəm bəylə barışmaq istəyirdi, amma sonradan ki Hürü qarı gəlir, deyir ki, bəs Rüstəm bəyin belə bir planı var. O da deyir, nədir? Deyir, vəhşi nadanlıqla cəng etmək mümkün deyil. Xudaya, bilmirəm biz nə günah etmişik ki, bu qədər müsibətlər bizim başımıza gəlir. Bu Səadətin dilindən idi. Hər nə desən, çıxar o kişidən 5 vaxt namazdan başqa. Bu isə Hürü nənənin, Hürü qarının dilindən deyilir. Cavabımız olacaq C, B, A, yəni C bəndi. Daha sonra 25-ə baxırıq. Müsibət Fəxrəddin faciəsində Rüstəm bəyin birinci məclisdə hərgah onu atasının yoluna göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun ifadəsi hansı məclisdə həqiqətə çevrilir? Hansı məclisdə? 6-cı məclisdə həqiqətə çevrilir və 6-cı məclisdə biz Fəxrəddinin öldüyünü görürük. Fəxrəddinin öldüyünü görürük. Daha sonra 26-cı suala baxaq. Müsibət Fəxrəddin əsərində Səadət xanım kimlərin başının üstünə Quran oxuyur? Mahmud bəyin və Fəxrəddinin 2 və 3, yəni A bəndi. 27. Müsibət Fəxrəddin əsərində Əhməd bu sözləri kimə və kim haqqında deyir? Əlavə deyirlər ki, öz rəiyyəti üçün mülkündə azadxana və məktəbxana açıbdı. Həkim gətirib, mama gətirib. Birinci, bu əsərin lap başlanğıcında Rüstəm bəy çağırır Əhməd Nəvvəlini və deyir ki, Fəxrəddinin gəlişindən soruşur ki, bəs gəlib, o da Əhməd də qayıdır, deyir ki, Fəxrəddin bəy deyir, maraqlı adamdır deyir və əlavə deyirlər ki, deyir, öz rəiyyəti üçün mülkündə azarxana, məktəb açıb, mama, həkim gətiribdi. Deməli, Əhmədin dilindən deyilir, kimə deyilir? Rüstəm bəyə deyilir. Deməli, nə deyirdi bizdə? Əhməd sözdə kimə və kim haqqında deyir? Hə, Rüstəm bəyə deyir, Fəxrəddin barədə deyir. Rüstəm bəyə, Fəxrəddin barədə. 27-də də cavabımız oldu nə? B bəndi. 28-ə baxırıq. Müsibət Fəxrəddin əsərində Səadətin nəyində? Oxumasında Fəxrəddinin rolunun olduğu hansı? Hə, oxumasında. Oxumasında Fəxrəddinin rolunun olduğu hansı obrazın nitqində deyilir? Təbii ki, Hürü nənənin dilində deyilir. Hürü nənə deyir ki, 6-7 il deyir. Səni deyir, Fəxrəddin deyilmi ki, xaricdə oxutturubdur deyir. İndi deyir, bu deyir onun yaxşılığın qarşılığı. Dilim topuq vurdu. Deyir, indi deyir, budur onun yaxşılığının qarşılığı. Daha sonra tu falan deyilir, deyir, bağrım deyir, yandı. 29-cu suala baxaq. Müsibət Fəxrəddin əsərində hansı obrazın nitqinə aid nümunə verilməyib? İkinci təklif, hazırsanmı Heydər bəyin evini tarmar eləməyə? Bu Rüstəm bəyin dilindəndir. Mahmuda deyir, qardaş biz heyvan deyilik, bizə insan deyirlər. Bu Səadət xanımın dilindəndir. Mahmud bəyə deyilir. Elmdə, sənətdə geri qalan millət bizim günümüzə düşər. Bu isə Fəxrəddin bəyin dilindəndir. O deyirdi ki, mən Rüstəm bəyi qınamıram, günahlandırmıram. Elmdə, sənətdə geri qalan millət bizim günümüzə düşər. Mal dövlət tarac oldu, getdi. Özüm də düşmüşəm bu günə. Bu Cahangir bəyin dilindəndir. Məgər mən özüm Fəxrəddini öldürməkdə aciz qalmışam. Bu da Cahangir bəyin dilindəndir. Mahmud bəyin nitqinə isə burada yer verilməmişdi. Belə, 29-da da cavabımız olacaq nə? Y bəndi. 30-a baxırıq. Cahangir bəyin Fəxrəddini özünün öldürməsinin səbəbi nədir? Özünün öldürməməsinin səbəbi nədir? Səadətin əziyyət çəkməsindən qorxur. Bəli. Deyirdi ki, mən özümü öldürərəm, amma mən öldürsəm, Səadət mənə nifrət edir və əziyyət çəkər. Qala divarlarını aşa bilmir, yanlış fikirdir. İstedadlı oğlan olduğu üçün yanlış fikirdir. İstedadlı oğlan olduğu üçün öldürməyə qıymayan bilirsiniz kimdir? Məhərrəm. Məhərrəm qoymadığı üçün, yox, bu da yanlış fikirdir. Məhərrəm Fərhadı qoymurdu. Dostları kömək etmədiyi üçün bu da yanlış fikirdir. Kömək edirdilər. 30-da olacaq cavabımız A. 31-ə baxırıq.
Deməli, Müsibət Fəxrəddin əsərində Fəxrəddinə aid olan fikirləri müəyyən edin. Fəxrəddinə aid olan fikirləri istəyir. Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Bəli, ona aiddir. Bir gül ilə bahar olmaz, ona aiddir. İnsan olan kəsdə məhəbbət gərək, insaf gərək, mürüvvət gərək. Bunu isə Səadətin dilindən eşidirik. Deməli, biri götürdük, ikini götürdük. Tu, xaraba qalasan ölkə, heyf sənə gözəl şəriət. Bu da deməli Fəxrəddinin dilindəndir. Bunu bilirsiniz harda deyir? O ki, evi mühasirəyə alırlar, öz evlərini. Belə deyə də düşməndən qoruyurlar. Əlində silah gəlir, deyir, tu, xaraba qalasan ölkə, heyif sənə gözəl şəriət. Mən, deyir, mən Fəxrəddin və silah, əlində silah. Bunlar deyir, ikisi bir arada deyir, görmək necə, yəni belə deyə də sanki özünü o silahla yaraşdırmır, o silaha. Mən hara deyir, silah hara. Əgər səadət olmaya bu evdə bir gündə qalmaram. Bu isə biz Hürü nənənin dilindən eşidirik ki, sadəcə belə deyək də səadətə görə qalıram. Daha sonra bir də Nurəddin əsərində belə bir obrazımız vardı, Bahar obrazı. Bahar da məsələ Nurəddinə görə dözüb qalmışdı. Nökərin biri getmişdi, Bahar Nurəddinə görə qalmışdı. Belə bir uyğunluq oldu. Cavabımız olur nə? 1, 2 və 4. Belə 1, 2 və 4. 32-yə baxırıq. Deməli, deyir, Müsibət Fəxrəddin əsərində Fəxrəddinin son istəkləri nə olur? Qanını yerdə qoymamağı. Xeyr, o intiqam tərəfdarı deyildi. Məktəbxana Azərxananın qorunub saxlanılması. Bəli, deyir ki, ora deyir, qoruyun deyir. Səadətə hörmətlə yanaşılması. Bəli, doğru fikirdir. Düşməni bağışlamağı, bəli, bu da onun doğru fikirdir. Düşməni bağışlayın, səadətə hörmətlə yanaşın. Bəs yaxşı, Mahmud nə deyirdi? Deyirdi ki, Gülbaharı incitməyin, onun xətrinə dəyməyin. Sonra başının üstündə səadətin Quran oxuması. Xeyr, bu istək deyildi. Bunu sadəcə səadət özü edir. Cavabımız olacaq 2, 3, 4. Bura yazaq 2, 3 və 4. Bircə saniyə, biraz səliqəsiz oldu. Qələm yoxdur deyənə, belə hallar ola bilər. 33-ə baxırıq. Deməli, deyir, Müsibət Fəxrəddin faciəsində ziddiyyətli obraz olan Rüstəm bəy Keçəl Həmzənin Qıratı qaçırması boyunda hansı obrazı xatırladır? Təbii ki, elə Keçəl Həmzənin özünü xatırladacaq. Görək, Həmzə, bəli, elə Həmzənin özünü xatırladır. 34-ə baxırıq. 34, Silogizmi tamamlayın. Nəcəf bəy Vəzirovun Müsibət Fəxrəddin əsərində baş qəhrəmanlar azadlıq və humanizm tərəfdarları, cəhalət və nadanlığın ifşaçılarıdır. Doğru fikirdir. Fəxrəddin Müsibət Fəxrəddin əsərinin baş qəhrəmanıdır. Doğru fikirdir. Deməli, bizdən yenə də doğru fikirləri istəyəcək. Fəxrəddinin əsərin sonundakı faciəsi onun mənəvi qələbəsi idi. Deyir, bircə saniyə. Fəxrəddinin əsərin sonundakı faciəsi onun mənəvi qələbəsi idi. Bircə saniyə görək nə deyir. Müsibət Fəxrəddin əsərində baş qəhrəmanlar azadlıq və humanizm tərəfdarı, cəhalət və nadanlığın ifşaçılarıdır. Fəxrəddin Müsibət Fəxrəddin əsərinin baş qəhrəmanıdır. Biz bu ikisini birləşdirib bir şey ortalığa çıxartmalıyıq. Aydındırmı? Yəni, bunların nəticəsində biz bir şey çıxartmalıyıq ortalığa. Bu ola bilməz. Çünki bu onların ikisinin nəticəsi deyil. Düzdür, bu var. Amma bunların bu iki variantın nəticəsi deyil. Fəxrəddin əsərdə cəhalətin əsas düşmənlərindən idi. Bu doğru fikirdir. Nəyə görə? Deyir ki, Müsibət Fəxrəddin əsərinin baş qəhrəmanıdır. Bir də Fəxrəddin əsərində baş qəhrəmanlar azadlıq və humanizm tərəfdarı, cəhalət və nadanlığın ifşaçılarıdır. Burada da deyir ki, Fəxrəddin əsərdə cəhalətin əsas düşmənlərindən idi. Doğrudur. Fəxrəddin obrazı humanizm ideyalarının əsas daşıyıcısıdır. Bəli, bu da doğrudur. Fəxrəddin bir güllə bahar olmaz qənaətinə gəlir. Bu da doğrudur, amma bu onun nitqidir. Yəni, bura aid deyil. Bu ikisinin silogizmi tamamlayan məsələ deyil. Deməli, Müsibət Fəxrəddin əsərində baş qəhrəmanlar azadlıq və humanizm tərəfdarı, cəhalət və nadanlığın ifşaçılarıdır.
Fəxrəddin Müsibət Fəxrəddin əsərinin baş qəhrəmanıdır. Fəxrəddin əsərdə cəhalətin əsas düşmənləri nə idi? Fəxrəddin obrazı humanizm ideyalarının əsas daşıyıcısıdır deyir. Aha. Cavabımız olacaq 2 və 3. Üçüncü variantda. Aha. 35-ə baxırıq. Uyğunluğu müəyyən edin. Mələk xanım. Bircə saniyə buradan. Uyğunluğu müəyyən edin. Mələk xanım, Cahangir bəy, Səadət xanım. Fəxrəddini qan davasına qoşmaq haqda düşünür. Mələk xanım A. Səadət xanıma qovuşmağın yolunu günahsız Fəxrəddini öldürməkdə görür. B. Cahangir bəy. Dramaturgiyamızda ilk maarifçi qadın surətidir. Səadət. C. Qan intiqamı ilə yaşayır. Qan intiqamı ilə yaşayır. Aha. Qan intiqamı ilə yaşayan əslində Mələk xanım idi. Gec də olsa öz səhvlərini başa düşüb islah olur. Gec də olsa öz səhvlərini başa düşüb islah olur deyir. Bircə saniyə. Bu əslində bilirsiniz kimə aiddir? Rüstəm bəyə aiddir. Rüstəm bəydəki burada yoxdur axı. A-dir. B, bir də C-dir cavabımız. Yeni biz burada necə görə bilərik? Gec də olsa səhvlərini başa düşüb islah olur. Mələk xanıma aid eləyə bilərik bunu. Mələk xanım islah olur deyəndə o islah olmaq demək olmaz axı o axılını itirirdi. Yəni heç nə elədiyinin fərqində olmurdu. Bunu biz Rüstəm bəyə aid eləyə bilərik. Cavabımız olacaq A-dir. B və C. Yeni mən Mələk xanıma aid eləyə bilmərəm. Çünki o səhvlərini başa düşür deyə bilmərik.